Nəvvas ibn Səm'an Əl-Ənsari radiyallahu anhu deyir ki, An Rasulillahi sallallahu aleyhi ve sellem qal. Peyğəmbər sallallahu aleyhi ve sellem belə dediyini rivayət edir. Daraballahu məsələn siratan müstəqimə. Allah azza və cəllə deyir, doğru yola belə bir məsəl çəkdi. Bax, biz doğru yoldan danışırıq, düzdür? Sırat-ı müstəqim. Allah deyir, buna bir misal çəkdi. Bu elə bir yoldur ki, deyir, bu sırat-ı müstəqim. Və alə cəmbətəy sırat suran. Bu yolun iki tərəfində divarlar var. Qala divarları kimi divarlar. Fihimə əbvabun müfəttəhə. Və həmən o qalada, həmən o divarlarda nə var? Açıq qapılar var. Və aləl əbvabi suturun murxax. Və qapılardan asılmış bir pərdəyə bənzər bir şeylər var. Pərdə kimi. Hansı ki, oradan içərisi görsənmir. Amma qapı açıqdır. Pərdə kimi bir şeylər asılıb, örtüklər. Və alə bəbis sirat, siratın başındakı qapıda, bax biz dedik yoldur, divarlar var, divarlarda qapılar var, qapılarda örtüklər var. Ən birinci girişdə qapıda, birinci qapıda, bura yola girmək üçün. Də'in yəqul, bir dəvətçi var, nidaçı var, belə deyir. Eyyuhənnəs, ey insanlar, udxulus sirate cəmiən və la tətəərrəcu. Ey insanlar, hamılıqla bu doğru yola, bu yola girin. Hələ yolun başındadır. İnsanlar isə fərqli-fərqli istiqamətlərdə. Və la tətəərrəcu, zigzag eləməyin, fərqli-fərqləri getməyin. Gəlin bu doğru yola girin. Ən başda. Və da'in yəd'u min fawqis sirat. Və bu doğru yolun üstündən bir nidaçı da çağırır, deyir. Fəidə ərada yəftəhu şeyən min tilkəl əbvəb. İnsan o doğru yola girəndən sonra. Birinci dəvətçi çağırdı, insanlar girdilər doğru yola. O doğru yola girəndən sonra artıq divarlar var idi axı. Divarlarda da qapılar var idi axı. O qapılara tərəf keçmək istəyəndə, o qapılara yönəlmək istəyəndə, o qapılardan bir şey açmaq istəyəndə doğru yolun üstündəki ikinci nidaçı, carçı deyir ki, vayhəkə la təftəhhu. Vay olsun sənə deyir, açma o qapını, açma onu. Fə innəkə in təftəhhu təlichu. Həqiqətən sən deyir, onu açarsansa, oraya girərsən. Vəs-sirat əl-İslam. O doğru yol İslamdır. Vəs-suran, iki dənə divarlar, hududullah. Allahın qoyduğu hədlərdir. Vəl-əbvabul müfəttəhə məharimullah. Açıq qapılar Allahın haram etdikləridir. Yəni, Allah İslam'a dəvət eləyir, İslamı yol olaraq qoyub və orada müəyyən həddlər qoyub, o həddləri aşmayın. O həddləri aşmaq üçün nələr var? Haram yollar var, həmən qapılar var, onlar haramlardır. Hətta bağlıdır öyle, örtüklüdür. Bəli, örtüklüdür. Yəni, ora keçmək asandır demək. Sonra deyir, وَذَٰلِكَ الدَّعِي عَلَى رَأْسِ السِّرَاتِ. O yolun laf başlanğıcında demiş diye bir çağrıcı var. Deyir ey insanlar gelin bu doğru yola girin. Kitabullah. Allah'ın kitabıdır deyir bu. Yani Kur'an-ı Kerim. Hemen o hak yola çağırır. وَالدَّعِي مِنْ فَوْقِ السِّرَاتِ. Hemen o doğru yolun üzerinden çağıran çağrıcı ise وَعِذُ fi kulli muslim. Allah'ın her bir Müslümanın kalbine koyduğu bir vaizdir, çağrışçıdır. Yani mesela sen hər hansısa bir pis əməl eləməksən, sanki içindən bir səs gəlir ki, eləmə. Moizəçi. Bu hədisdə gəlib, Ravahu Əhməd və Sahihul Albani fi Sahihul Cami. İmam Əhməd rivayət eləyib və Şeyx Albani səhihləşdirib. Bax, bu qəlbdəki o moizəçi var ha. Bu hədisin şərhində də gəlir ki, Allah Azze ve Celle o moizəçini, insanı vaizi də, o vaizi, qəlbində olan vaiz. Allah Azze ve Celle hər bir iman gətirənə onu verir, bir neymət olaraq. Amma insan nə vaxt ki deyir, günahlara dalır, o moizəçinin sözünə, öz çəkindirməsinə əhəmiyyət vermir, o vaizin səsi sanki sönür. Sonra insan günah işləri rahat bir şəkildə eləyir, haramları eləyir, ona heç qəlbindən onu çəkindirən bir səs də gəlmir. Ay sağ ol. İslanmışın yağışdan nə qorxusu kimi olur.
Məsəl üçün, ağ paltarla, torpaqla olan bir yolda gedirsən, su var, palçıq var və s. Ehtiyatla gedirsən ki, batmasın. Bir zərrə qədər də düşməsin. Zərrə qədər bir dənə palçıq sıçrayarsa, toz sıçrayarsa onu görürsən. Dərhal o səni narahat eləyir. Amma bu palçıqlı yolda davam eləyərsə, fikir vermədən palçığına, çuxuruna, suyuna, tozuna, torpağına artıq sənin ağ paltarından əsər əlamət qalmayacaq. Artıq nəinki kiçik nöqtələr, heç böyük nöqtələri belə sən hiss eləməzsən, sonra da əhəmiyyət də verməyəsən. İnsanın qəlbi də elədir. Necə ki, Peyğəmbər s.ə.v digər hədisdə buyurur ki, insan günah etdikdə onun qəlbinə bir qara nöqtə düşür. Əgər o tövbə eləyərsə, istiğfar eləyərsə, o silinir gedir. Qəlb yenə təmiz qalır, ağ qalır. Amma yox, o günahlara davam eləyərsə, əhəmiyyət verməzsə, o nöqtələr çoxalır və onun qəlbini neyniyir? Möhürlüyür. Qapqaralıyır, qəlbi möhürlənir. Və ondan sonra artıq heç bir nöqtə ona təsir də etmir. Bax, bu muizəçi də bax, onun yerindədir. Bax, Şeyxülislam İbn Teymiyyə rahimehullah gör nə deyir bu hədis haqqında? Yəni, kim ki deyir, bu əzəmətli hədisidir, bilər, ondan faydalanarsa, həqiqətən böyük bir müvəffəqiyyət əldə eləyər. Hətta sadəcə bir dənədir bu hədisi bilsə və ona əməl eləsə, heç bir çox elmlərə belə ehtiyacı olmaz ki, onları da öyrənim, sonra əməl eləyim. Bu hədisədir, əməl eləsə, böyük bir fayda əldə eləyər. Biri odur ki, həqiqətən öyrənilməsi olan şeylərdən biri odur ki, həqiqətən hər bir möminin qəlbində bir vaiz var. Onun çağırışçısı var. Onu xeyrə yönəldən var. Pis işdən çəkindirən var. Məsələn, o deyir, qapıya yönələnə deyir ki, vay olsun sənə, qapını açma, açarsansa düşərsən. Əslində, hər kəs günaha meyillənəndə onu bilir. Mömin insanlardan gelir, iman olan. Ayəst ol. Sonra ora meyillənəndə, ora girdikcə, artıq o vaizi sən öldürürsən sanki. Salih qəlbdir, bu şeylərdən faydalanar. Amma zülmətlər içərisində olan qəlb isə bundan deyir faydalanmaz. Hansı qəlb faydalanar? Nurlu qəlb, hidayət olunan qəlb, imanlı qəlb bu muizələrdən də faydalanar. Necə ki deyir Hüzeyfət ibn-i Yəmən radiyallahu anhu deyir ki, İnnə fi qalbil mu'mini siracən yəzhəru. Həqiqətən deyir, müminin qəlbində parlaq bir nə var? Çıraq var. Müminin qəlbində üzə çıxan, elə bir ki, bir nur saçan bir çıraq var. Allah Azze və Celle bizlərin qəlbini imanın nuru ilə nurlandırsın. Qəlblərimizi Quran və sünnənin nuru ilə, bərəkəti ilə nurlandırsın, islah etsin. Allah Azze və Celle bizləri Quranın və sünnənin muizələrindən, öyüd nəsihətlərindən faydalananlardan etsin. Allahümme amin. Və subhanəkə Allahümme və bihamdik. Əşhədü ən la ilahə illə ənt. Əstəğfirükə və atubu ileyk.